Bəruz müəllim, biz son devirlərdə özəlliklə də Avropa Siyasi Birliyinin İrəvanda keçirilən tədbirindən sonra bir Cənubi Qafqazda oyunlar oynanıldığını müşahidə edirik. Bölüşürsünüz bu fikri? Tamamilə. Ümumiyyətlə, Cənubi Qafqaz tarixən elə bir coğrafiya olub ki, burada gərginliklər hər zaman olub, burada maraqlar hər zaman toqquşub və eyni zamanda burada maraqların toqquşması bir qayda olaraq hərbi ritorikalarla həll edilməyə çalışılıb. Yalnız və yalnız Ulu Öndərin hakimiyyətə gəlişindən sonra bu bölgədə tədricən qüvvələr nisbəti dəyişməyə başlayıb və Cənab İlham Əliyevin müzəffər liderliyində Azərbaycanın hərbi siyasi qələbələrinin ardınca artıq proseslərə məhz Azərbaycan tərəfindən yön verilməsi, əsas direktivlərin və bütövlükdə regionun gündəliyinin Azərbaycandan, Bakıdan müəyyənləşməsi vəziyyəti nəhayət yalnız Azərbaycan yox, bütövlükdə bu bölgədə Ermənidən Gürcüyə, Gürcüdən Azərbaycanlıya qədər bütövlükdə bölgə xalqlarının xeyrinə dəyişmək imkanları yaradıb. Kimsə bundan istifadə edə bilirsə edir, kimsə, məsələn, Ermənistanın mövcud, yanlış, mifik, siyasi kursu, bunu belə deyə bilərik, zaman-zaman təəssüf yaradır bu bizdə. Onlar bəzi hallarda kənar təsirlərə düşməklə bu prosesdən faydalı çıxmaya bilirlər. Məsələn, Ermənistan bugün hələ də başa düşməyib ki, bu bölgədə özünün suverenliyini, inkişafını bir gücün təsirindən başqa dövlətin təsirinə düşməklə öz suverenliyini qoruya bilməyəcək. Azərbaycanın hərbi siyasi qələbəsi əslində Ermənistanla münasibətlərin yeni bir dönəmə qədəm qoyması üçün bir şans idi. Bu istiqamətdə müəyyən addımlar atılır. Lakin hələ də Ermənistanda o təfəkkür hökm sürür ki, Ermənistan özü, məsələn, əgər Rusiyanın əlindən xilas ola bilirsə, mütləq qaydada başqa bir çətir axtarmalıdır. Cənab İlham Əliyev Ermənistan üçün suverenlik, müstəqillik naminə yeni bir tarix yaza biləcəyi bir dövr başladıb. Azərbaycanla sərhədlərin delimitasiya demarkasiyası, Azərbaycanla sülh istiqamətində həyata keçirilən, atılan addımlar, o cümlədən Azərbaycan və Türkiyə ilə birgə hansısa formada istər ticarət əlaqələrindən tutmuş, dövlətlər arası münasibətlərə qədər ilkin müəyyən addımların atılması bu Ermənistan üçün sözün əsl mənasında azadlıq idi. Amma Ermənistanın bugün sanki kəndir üzərində rəqs etmək cəhdi və çox pis rəqqas kimi rəqs etmək cəhdi Ermənistanın yenidən quyunun dibinə salmağa cəhd edir. Bilirsiniz, bir xalq üçün heç bir əhəmiyyəti yoxdur. Onun himayəçisi, dırnaqarası himayəçisi, protektoru kimdir? Əgər onun himayəçisi, dırnaqarası böyük qardaşı varsa, sonuçda sən suveren deyilsən. Bugün Ermənistan nə yazıq ki, çox təəssüflər olsun ki, suverenliyə, müstəqilliyə doğru getməkdən daha çox müstəqillik yolunu əl dəyişməkdə görməkdədir və bir sıra qərb qüvvələri çox təəssüflər olsun ki, prosesdə xüsusi aktiv rol oynayır və Ermənistan siyasətində də bax, bu cəhdlər bir sıra hallarda həmin dövlətlərin Ermənistana münasibətdə sanki yardım, kömək elementi kimi qiymətləndirilir. Əslində isə baş verənlər onu göstərməkdədir ki, bugün Ermənistan şərqlə qərbin, şimal və cənub qütblərinin toqquşma platformuna çevrilməkdədir. Ermənistan əslində bundan qurtulmaq üçün ciddi şanslar əldə etmişdi. Xüsusən Vaşinqton görüşündən sonra tamamilə bölgədə yeni bir dövr başlayıb. Azərbaycan və Ermənistan arasında ticari əlaqələrin, ilkin ticari əlaqələrin formalaşmasından tutmuş, hökumət rəsmilərinin çox müsbət ritorika ihtiva edən bəyanatları fonunda biz tamamilə başqa bir mənzərə gözləyirik və hələ də bu mənzərənin reallaşacağına, real sülh mənzərəsinin, hüquqi cəhətdən qüvvəyə minmiş müqavilənin sazişin imzalanmasından dərhal sonra yeni bir dövrün başlayacağına ümid edirik. Amma, məsələn, Fransa prezidentinin timsalında, Avropa strukturlarının ayrı-ayrı, xüsusən qanunverici qanat istiqamətində korrupsiyalaşmış strukturların dırnaqarası Ermənistana dəstək bəyanatları fonunda biz hələ də müəyyən problemlərin qaldığını və bu problemlərdən bölgənin digər xalqlarının yox, məhz Ermənistanın və erməni cəmiyyətinin əziyyət çəkdiyini və çəkəcəyini proqnozlaşdırmaq çətin deyil. Bəruz müəllim, yəni biz bir qədər təhlil apara bilərikmi? Yəni strateji tərəfdaşlıq haqqında Ermənistan-Fransa sənədi imzalandı. Və Ermənistan mediasına da biz baxsaq, çox belə avasiya ilə bu barədə danışılır. Fransa müdafiə edəcək Ermənistanı, çətin vəziyyətdə qoymayacaq. Müdafiə edəcəkmi? Yəni belə bir şəraitdə indi Ədalət müəllim də vurğuladı. Əslində Ermənistan real şəkildə
bu müharibənin tam belə necə deyirlər, içərisinə itələmirmi və bütün bu proseslər onu görmürlərmi? Bu sualın birinci tərəfi. İkinci sual da budur ki, Ermənistanda seçkilər yaxınlaşır. Əgər yəni, bu ölkələr, bu dairələr erməni xalqını düşünürlərsə, belə bir vəziyyəti özəlliklə Rusiya ilə yenidən pik həddə çıxartmaq, Ədalət müəllim vurğuladı, hörmətli Rizvan müəllim də dedi ki, Rusiya daxilində də diş qıcırdırlar bütün bu proseslərə. Ona görə bunları siz necə görürsünüz, necə təhlil edə bilərsiniz bizim üçün? Fransa Ermənistanı X bir vəziyyətdə xilas edəcəkmi? Bu dəfə təkcə Azərbaycanla gərginləşmədən söhbət getmir. Ümumiyyətlə, bugün Fransa və yaxud digər hər hansı bir dövlət üçün, xüsusən Ermənistan ətrafında bəyanatlar səsləndirən, Ermənistanın dırnaqarası müdafiəsinə qalxan heç bir dövlət üçün Ermənistanın maraqları, mənafələri, erməni xalqının hüquqları heç bir formada maraqlı deyil. Bugün həmin güclər üçün maraqlı olan onların öz maraqlarının təmini istiqamətləridir. Yəni, Ermənistan üzərində Fransa olsun, Avropa İttifaqının aidiyyatı strukturları, Avropa Parlamenti eyni zamanda olsun və yaxud X hər hansı adlarını sadaladığımız beynəlxalq subyektlər olsun. Ermənistan üzərində ən yaxşı təzyiq rıçağı Ermənistanın daim təhlükədə olması effektini yaratmaqdır. Belə olan təqdirdə sanki Ermənistanın himayəçiyə ehtiyacı var. Amma bugün Ermənistanın nədən müdafiə edəcəkləri sualı ortaya çıxanda cavab yoxdur. Bugünə görə Ermənistan açıq formada özünün Azərbaycanla olan problemləri ilə bağlı kifayət qədər müsbət notlarda danışırsa, məsələn, Ermənistan baş naziri əgər deyirsə, bizim gündəliyimizdə Qarabağ məsələsi yoxdur. Ermənistan parlamentinin sədri açıq mətnlə ifadə edir ki, Qarabağ Ermənistanın heç bir formada aidiyyatı Qarabağın Ermənistanda yoxdur. Qarabağ Azərbaycanın ərazisidir və hətta jurnalistlərə buna görə irad tutursa, o cümlədən sərhədlərin delimitasiya, demarkasiyası istiqamətində ciddi və real kiçik bir ərazidə olsa nəticələr varsa, hətta nəinki delimitasiya da demarkasiyası istiqamətində. O cümlədən Azərbaycan və Ermənistan artıq ayrı-ayrı beynəlxalq məsələlərdə vahid mövqe ortaya qoya bilirlərsə, bugün Azərbaycan prezidenti Ermənistanda keçirilən Avropa zirvəsində videokonferans formatında da olsa iştirak edib çıxış edirsə və həmin çıxış bütövlükdə Avropa zirvəsinin sözün əsl mənasında kulminasiyasına çevrilirsə, demək ki, Azərbaycan və Ermənistan öz problemlərini həll etmək üzrədir və digər tərəfdən Azərbaycan və Ermənistan tarixində heç vaxt Azərbaycan tərəfindən Ermənistana, bütövlükdə Azərbaycan tərəfindən hər hansı qonşusuna təcavüzlə bağlı bir təcrübə yoxdur. Azərbaycan heç vaxt heç bir qonşusuna münasibətdə ərazi iddiaları irəli sürməyib. Belə olan təqdirdə Ermənistanı Fransa kimdən qoruyacaq? Bilirsiniz, indiki halda Ermənistan və Fransanın münasibətlərinin ümumi görünən tərəf hər kəsə bəllidir. Ermənistan və Fransa... Mən sualı daha da dəqiqləşdirim də. Yəni, söhbət Monsieur Macron, yəni Fransa prezidenti cənab Emmanuel Macron, Bəruzə müəllim, çıxışında Ermənistanda, yəqin siz də diqqət edərdiniz. Rusiyanı sərt şəkildə tənqid etdi. Yəni, Ermənistanı müdafiə etmədiyini, öhdəliklərinə sadiq qalmadığını bildirdi prezident Macron. Və dedi ki, Fransa, yenə təkrar edirəm, əlindən gələni etdi ki, həmin müharibə dövründə müdafiə etsin Ermənistanı. Yəni, dolayısıyla deyirdi ki, yəni, biz bugün sizinlə bir strateji sənət də imzalayırıq və sizi himayə edəcəyik. Edəcəkmi? Bax, sual budur. Sualın mahiyyəti budur. Bilirsiniz, kimisə müdafiə etmək üçün... Etməyəcəksə bu oyun nədir? Yəni, burada sadəcə Ermənistanı mı qarışdırmaq istəyirlər, yoxsa Cənubi Qafqazı mı, yoxsa daha geniş coğrafiyada, Aralıq dənizi hövzəsində, çünki orada da Türkiyə ilə ciddi problemləri var, bilirsiniz. Bəli, əslində bugün Ermənistan elə ciddi oyuncu deyil ki, beynəlxalq məsələlər Ermənistan üzərindən xüsusən həll olunsun. Amma Ermənistanın yerləşdiyi coğrafiya, o cümlədən Qərblə Rusiya arasında toqquşmanın... Bəli, elə bir formatdır ki, məsələn, bugün Qərb Rusiyaya əks qüvvələr və yaxud Rusiya özü Azərbaycan ərazisindən hər hansı formada istifadə edə bilmirlər. Azərbaycanın müstəqil siyasət kursu var, Azərbaycanın gücü, imkanları var və Azərbaycan lideri beynəlxalq istiqamətlərə sözün əsl mənasında direktivləri ilə təsir edən gücdür. Amma Ermənistanla bağlı bunu demək olmur və Cənubi Qafqazın zəif bəndi və Cənubi Qafqazda üzərini dövləti bütövlükdə plastarma çevrilə biləcək perspektivindən malik yalnız Ermənistandır və buna görə də həmin o müdafiə, himayə elementləri meydana çıxır.
Amma Ermənistanla biz Fransa arasındakı strateji tərəfdaşlıqla bağlı sazişi demokratların hakimiyyətinin son günlərindəki Amerika və Ermənistan arasındakı sazişə bənzədə bilərik. Yəni, Makron özü də hakimiyyətlərinin son dönəmində siyasətçi olaraq, bir Fransa vətəndaşı olaraq erməni milyarderlərinin Fransadakı dəstəyindən sonraki dövrlərdə yararlanmaq istəyidir. Bu bir. İkincisi, Fransanın özünü, çünki bilirsiniz, Fransa faktiki olaraq Cənubi Qafqazdakı işğal, təcavüz konjunkturasını birmənalı şəkildə müdafiə edir. Sadəcə Fransa mı, Bəhruz müəllim? Bax, burada Rezvan müəllim də bu barədə danışdı. Avropa institutları da, yəni Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, bütün dəyərlərin üstündən xətt çəkərək addımlar atmırlarmı? Yer gəlmişə bununla bağlı Cənab Prezidentin həmin o tədbirdəki çıxışında yəni müddialar səsləndirmişdi konkret olaraq. Gəlin o hissəyə baxaq, sonra davam edək. Əlbəttə. Mən Ermənistan-Azərbaycan sülh prosesində tutduğu mövqeyə görə Avropa Komissiyasına təşəkkürümü bildirmək istəyirəm. Lakin əfsuslar olsun ki, heç də bütün Avropa təsisatları eyni yanaşmanı sərgiləmir. Onlardan biri Avropa Parlamenti, digəri isə Avropa Şurasının Parlament Assambleyasıdır. Azərbaycan 2001-ci ilin yanvarından Avropa Şurasının üzvüdür. Yeri gəlmişkən, mən o vaxt parlament üzvü və Azərbaycanın nümayəndə heyətinin rəhbəri kimi AŞPA-nın fəal üzvlərindən biri idim. Nümayəndə heyətimizə 2024-cü ilin yanvarına qədər Avropa Şurasında heç zaman məhdudiyyətlər tətbiq edilməmişdir. 2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda separatçılığa son qoydu. Biz BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 30 il kağız üzərində qalan 4 qətnaməsini özümüz icra etdik. 4 ay sonra AŞPA nümayəndə heyətimizə sanksiyalar tətbiq etdi. Əfsuslar olsun ki, ikili standartlar bugün sanki AŞPA-nın bir iş təlimatıdır. Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü qədər eyni dəyərə malikdir. Bu məsələdə ikili standartlar qəbul edilməzdir. Buyurun, Bəhruz müəllim. Yəni, Cənab Prezidentin də dediyi kimi, bugün biz ikili standartları dayanıqlı şəkildə çox təəssüflər olsun ki, müşahidə edirik. Amma vəziyyət artıq işğal, təcavüz dönəmindəki vəziyyət deyil. Bugün həmin ikili standartlar hər hansı formada Azərbaycanın bölgədə yaratdığı konfigurasiyanı dəyişmək gücündə deyil. Amma eyni zamanda həmin ikili standartlar vaxtilə hansı ki Ermənistanın dırnaq arası lehinə işləyirdi, bugün Ermənistanın müstəqilliyi yolunda, suverenliyi yolunda ciddi əngəllərə çevrilib. Və çox yaxşı olar ki, əslində Ermənistan rəhbərliyi bunun fərqinə varsın ki, bu dövlətin ərazisində qütbləri qarşı-qarşıya gətirmək son nəticədə Ermənistanın özünün həmin o qütblərin ayaqları altında əzilməsinə gətirib çıxaracaq.